Salam əziz dostlar, bu videoda qarışqa turşusunu digər karbon turşularından fərqləndirən xüsusiyyətlər haqqında danışacağım. Qarışqa turşusu tərkibində həm karboksil qrupu saxlayır, həm də aldehidlərə xas olan karbonil qrupu saxlayır. Ona görə qarışqa turşusu digər karbon turşularından fərqli olaraq aldehidlər kimi oksidləşə bilir. Qarışqa turşusu gümüş bir oksidin amonyakdakı məhluluyla və ya mis-2 hidroksidlə oksidləşir. Həm turşunun özü, həm də duzları bu prosesi yerinə yetirirlər. İndi götürürəm qarışqa turşusu. Üstünə gəlirəm gümüş bir oksidin amonyakdakı məhlulunu. Buna biz deyirik gümüş güzgü reaksiyası. Bu oksigen, buradakı oksigen gəlir, daxil olur bura, karbonla hidrogen arasına. Alınır HOCOOH plus 2 mol gümüş. Və bu maddə, gördüyünüz bu maddə karbonat turşusudur artıq. Və biz bilirik ki, karbonat turşusu davamsızdır, parçalanır karbon qazına və suya. Həmçinin qarışqa turşusunun natrium və ya kalium duzları da gümüş güzgü reaksiyasına daxil ola bilirlər. Amonyakda məhlul yenə də bu oksigen atomu gələcək, daxil olacaq aldehid qrupuna. Bu dəfə alınacaq natrium hidrokarbonat duzu və 2 mol gümüş. Oksidləşmə prosesini mis-2 hidroksidlə də aparmaq olar. Qarışqa turşusu plus mis-2 hidroksid alınacaq yenə karbonat turşusu, o da parçalanacaq karbon qazına və suya. Həmçinin mis-2 hidroksid də öncə mis-1 hidroksidə reduksiya olunacaq, o da parçalanacaq mis-1 oksidə və suya. Daha suyu yazmıram, burada var çünki. Eyni ilə qarışqa turşusunun duzu da mis-2 hidroksidlə oksidləşə bilər. Bu zaman yenə natrium hidrokarbonat alınacaq və mis-2 hidroksid öncə mis-1 hidroksidə, o da mis-1 oksidə və suya parçalanacaq. Bu qədər.